etirazçıların qarşısını almaq məqsədi ilə İranın güc strukturları, hüquq mühafizə orqanları bilirsiniz ki, orada İrandakı necə qaydalar, hansı şəkildə aqressiv və sərt davranışları özü ilə bərabər əks etdirir. İnsanlara qarşı artıq zorakı üsullara əl atıblar, məhz etirazçıları güllə baran etməyə çalışırlar, gülləliyirlər. Polislə etirazçılar arasında ciddi şəkildə qarşıdurmalar var. İranın daxilində, regionda, dünyada baş verən bu qədər kritik hadisələr yaşanmaqdadır. Yeni il öncəsi təbii ki, bu hadisələrin, bu olayların baş verməsi özü-özlüyündə böyük suallar yaradır ki, nə oldu, nə baş verdi ki, məhz yeni il ərəfəsində İranda yeni bir proses, yeni bir qarşıdurma və bunun arxasında nələr dayanır, hansı məqsədlər və yekunda biz nələrə görə bilərik. Bu istiqamətdə gedişata dair məlumatları təqdim edəcəyik. İranda nə baş verir? İranda etirazlar 4-cü gündür ki, davam etməkdədir. Aksiyalar azı 36 şəhəri əhatə edib və digər yaşayış məntəqələrinə doğru da yayılmaqdadır. Etirazlar fonunda ölkədə internetə çıxışda ciddi problemlər yaranıb. Məhz kanalların məlumatına görə hökumət rabitəni məhdudlaşdırır və əlaqə tez-tez kəsilir. Ölkənin mərkəzi bölgələrindən birində polis etirazçılara qarşı döyüş sursatından da istifadə edib. İlkin xəbərlərə əsasən 2 nəfərin öldüyü də deyilir. Dini mərkəz hesab edilən Qum şəhərində etirazçılar dindarlar əleyhinə şüarlar səsləndiriblər. Qum İran ruhani elitasının əsas dayaqlarından biri sayılır və baş verənlər xüsusi simvolik məna kəsb edir. Media məlumatlarına əsasən ölkənin qərbində polis ilə toqquşmalar zamanı daha 3 nəfər həlak olub, 17 nəfər yaralanıb. Hazırda ölkənin müxtəlif bölgələrində təhlükəsizlik qüvvələrinin sayı artırılıb, vəziyyət gərgin olaraq qalmaqdadır.